112 nömrəli tam orta məktəb 6C sinifindən olan Osmanlı Yusif. Bu gün bizim mövzumuz ürək necə işləyir? Mən 112 nömrəli tam orta məktəbin 6C sinif şagirdi Hüseyni Fərdən. İndi isə ürək necə işləyir haqqında danışırıq. Əsərlərin quruluşu olan gibi biz yatanda belə bizim qanımızı bütün bədənimizin hissələrinə bölür. İndi isə biz bildik ki, bizim bədənimizdə olan ürək iki şöbəyə bölünür. Qulaqcıq və mədədi şöbələri. Qulaqcıq şöbələri ağrıkəsir ilə bunlar iki yerə bölünür. Sağ və sol. Sağ mədədi, sol mədədi, sağ qulaqcıq, sol qulaqcıq. Qulaqcıqlar beyimizin yuxarı hissəsində, mədədiklər isə qulaqcıqların altında yerləşir. Sağ qulaqcığın altında sağ mədədi, sol qulaqcığın altında isə sol mədədi yerləşir. İndi isə gəlin qan damarlarını görək. Qan damarlarının müxtəlif hissələrinə elastik borular vasitəsilə daşınır. Qan damarlarının yerinə yetirdiyi vəzifənin 3 növü var. Arteriyallar, venalar və kapilyarlar. Arteriyalar qanımızı bütün bədənimizin hissələrinə şöbələr şəklində bölür. Venalar isə arteriyalardan keçən qanı bədənimizin hissələrinə bölür. Kapilyarlar isə bizim bədənimizdə olan kiçik damarları özündən şaxələnir. İndi isə gəlin ürək qanında necə işləyir, onu ləvazimatlar vasitəsilə təqdim edir. Ürək qanı necə qovur? Ləvazimatlar. 3 ədəd 1 litrli plastik su qabı, 4 ədəd şirə çöpləri, qırmızı qida boyası, yapışqan lent, su və plastik. Qabların içinə təxminən yarıdan çox su ilə doldururuq. Suyun içinə bir qədər qida boyası töküb qarışdırırıq. Su qablarının qapaqlarını birinə bir digərimizdə 2 dəlik açırıq. Sonra şirə çöplərinin bükülmüş hissələrini bir-birinə keçiririk və yapışqan lentə bərkirik. Daha gözəl nəticə almaq üçün yapışdırdığımız yerləri bir daha da sıxırıq. Sonra hazırladığımız çöpləri bu çöpləri digər 2 çöpə də edirik. Sonra deşdiyimiz qapaqların içinə keçiririk. Son bir çöpü isə boş butulkanın içinə atırıq. İndi isə təqdimatımızı yoxlayaq. 1 və 2 potu su qablar arasını birləşdiyi yerdən sıxırıq və ortadakı butulkanı sıxaraq təqdimatımızı yoxlayırıq. Barmaqlar da sıxılması ürək qapaqlarının fəaliyyətini göstərir. Bizim artıq ürək necə işləyir öyrəndik. Bu təqdimatda başa düşdük ki, ürək bir yerdən başqa yerə necə hərəkət etdiyini öyrəndik.